Mən müzakirələri saat əqrəbi və yaxud hansısa bir ardıcıllıqla deyil, düzgün istiqamətlər necə olmalıdır, sual ardıcıllığı ilə aparmağı düşünürəm. Və istəyirəm ki, əgər biz inşaatdan danışırıqsa, ilk ağlıma gələn inşaat şirkətləri olur. İnşaat şirketləri olduğu zaman da ilk ağlıma gələn ölkənin aparıcı inşaat şirketlərindən biri olan Kristal Grup olur. Hal-hazırda başqa ölkəsində olur, Qarabağda şirketində olur və Gəncədə şirketində olur, Kumoda fəaliyyət göstərir. Bununla başqa Kristal Grup İntegriya şirkətində 2009 ildə fəaliyyət göstərir. Belə istehsalı üzrə digər şirketlərdən biri hesab olunabilir. Bizim kırdalarında yaklaşık 10 bin pazartesi sahası olan Almanya, Türkiye, İspanya istihsalı olan havadanlarla teşvik edilir. Bu da istenilen layihənin dizaynında funksional həllərini birləşdirən profesyonel teşviklər komandanın ticarət xidmətindədir. Bundan başqa bizim əsas sahəmiz olan inşaat, kristal inşaat, 2018 ildə fəaliyyət göstərir. Bizim əsas fəaliyyətimiz Qarabağda. Aparılan, kurulan infrastruktur layihələrine qalır. Soğuk fəaliyyəti olmasa da, əsasən bizim hal-hazırda təhvil verdiğimiz mesela Zəngilandakı Beynəlxalq Hava Limanı, Zəngilandakı Ağalı Oteli, Ağalı'da şimdi yaşayış mahsuliyesi, 16 ədəd yaşayış kompleksi, Dərəmsəldəki Qum Akademiyasının qapalı bitişiliği oldu. Baş prokurorluğun 7 ədəd rayonlardakı innovasyonlara prokurorluğunu uğurla təsdiq edir. Hal-hazırda davam edən layihələrimiz isə Han Şənli Dövlət Dram Teatrı, Şərab 13 ədəd Təşərik Binası, Miqrasiya Xidmətinin İndibat Binası, Fasatın yenilənməsinin işlərimiz kesinlikle bölünməkdə davam edir. Bununla başqa kristal plastik və alınır bakteriyalı sistemlərin istihsalı və kristal gümüşçilik fəaliyyəti bu qədər 20 hektar ərazisi olan müasir kaynaqlara cavab verən gümüşçilik fəaliyyət göstərir. Bununla bağlı icazət vermək, bizim fəaliyyət sahələrinin soğuduğu üçün nəzrəm şirkətlərin olmalı məlumat verir. Bununla beraber bizim bildiğimiz kristal aksiyonun Azerbaycan'da yaşayış komplekslerinin inşaat edilmesidir. Bunların da bu şirketle beraber ortaklığımız devam ediyor. Başka tümler aksiyon arasında Hündür Merkezleri yaşayış komplekslerinin inşa edilir. Ve bu dediğim muasir inşaatlar neler olmalıdır. Yaklaşık kategorilerimizi Faslı şehirde evvel 25 yılın gerekçen yaşayış binalarına tarihin gözlükle ve yeni binaların gelmedi insanlar. Çünkü sağlık bölümünde çıkan binaların sahasından bir sahası çok az olduğu için hem binanın kömürleri insanlara bu muasir binalara gelmelerine ediyor. Ama biz ki insanların yaşam hayat tarafı değiştiği için, bakışları değiştiği için insanlar sağlam hayat tarafını seçiyor. Bu hizmetten fikir o salonlarına gitmek, daha yerlerine gitmek, hədəfli olmaq, övladlarına yaxşı təhsil edilmək üçün məslək olmasının bu standartları nəzərə alaraq, bizim özümüzdə mesela başı şəhərindəki City Garden'lər nə olmalı? 21 hektar ərazinin 17 hektarı 21 hektarın 17 hektarı yaşıllıqdan ibarət. Yani Fərzəm, siz deyirsiniz ki, müasir tikintidə əvvəllər insanlar sadəcə böyük evim olsun deyə ev alırlarsa, evdən əlavə evin ətrafında olan komplekslər daha vacibdir. Bəli, yəni rahat həyat tərzinə üstünlük necə olmalıdır? Yəni bu insanların həyat tərzində baxışlar şeydir. Aydın. Komplekslərdə bunlar nədir alır? Aydındır. Biz zaten bu mövzulara qayıdacağıq. Mən istəyirəm ki, elə ki o dövrümüzü düzgün quraq ki, hamıya sistemli şəkildə fikirlərini bildirəbilsin. Belə çıxır ki, müasir dövrdə artıq insanlar fərqli dəyərlər axtarır. Və bu zaman əlbəttə ki, bir
mimariyə olan yanaşma da dəyişir. Çünki əgər əvvəllər bir mimar sadəcə bir evi inşa edirsə, bugün o bir kompleks yanaşma olmalı. Bu istiqamətdə mənim üçün çox maraqlı Gülər xanım. Sizin şirkət hansı yeniliklər eləyir? Ümumiyyətlə şirkətiniz barədə qısa məlumat və mimarlıqda hansı yeni çağırışlar var? Sizin fikircə. İlk növbədə təşəkkür edəcəyəm hepinizə görüşməyəm. Çox sağ olun, təşəkkür edirəm. Mən Gülər Əmrahova, Flux şirkətinin təsisçi və rəhbəriyəm, direktoruyam. Bizim şirkət layihələrində memarlıq üzrə artıq illərdir ki, fəaliyyət göstərir. Bir çox layihələrimiz var. Azərbaycanın bir çox ərazilərin, əsasən Qarabağ zonasında kəndlərin bərpası, yenidən qurulması, yaşayış binaları olsun. Azərbaycanda bir çox rayonlarda, eyni zamanda Bakıda, Sibrizdə Marina Vuyelic yaşayış kompleksi, İsmaildə Baskal ateli, Zəngilan ateli və Xətai Park yaşayış kompleksi, bir çox deyərdim ki, yaşayış binaları olsun, məktəb, bağçalar və yəni geniş miqyasda layihələndirməklə məşğuluq biz şirkət olaraq da və mən sizin sualınıza dönmək istərdim ki, memarlıqdan bir üzrdən sualınız... Ümumiyyətlə, memarlıqda bugün hansı yeni çağırışlar var? Çünki Pərviz müəllim dedi ki, insanlar evi başqa cür görür. Düzdür. Bəs memarlar evləri necə görür? Biz də eyni qaydada Pərviz müəllim razıyam. İndiki dövrdə daha insanlar geniş ortam, geniş belə deyək, mühitdə yaşamaq istəyir və eyni zamanda ekoloji cəhətdən təmiz bir yaşam formalaşdırır. Biz də layihələndirilən zaman yaşayış komplekslərində yaşayışı, landşaftda önəm verici bir əhali buna çox önəm verir. Binanı alan zaman, mənzil alan zaman binanın görünüşünə və mənzillərin sahələrindən də bir yana aldığı binadakı həyətyanı sahəyə, oyun meydançalarına, maşınların parklanması, belə deyək, yaşıllığın nə qədər geniş olduğuna çox önəm verir. Çünki bugünkü gündə bilirsiniz, sənayenin inkişafına görə şəhərlərdə təmiz havanın çox önəm verildiyinə görə keçən il 2 il buna qədər COP da keçirildi. Ekoloji cəhətdən təmizlik önəmsənilir. Onun üçün mən də razıyam. Nə qədər yaşadığımız mənzil alırsa, yaşadığımız ortamda yaşıllığın, təmizliyin, təbiətlə eyni bir yaxınlıq olmağımız, yəni bu vacib nüanslardan biridir və mən də layihələndirilən zaman buna çox önəm verirəm. Nüanslar önəm verirəm. Aydın. Biz burada bir vacib məsələ var və bütün bu proseslərdə çirkin materialları biz ata-babadan necə görmüşük? Ev necə tikilir? Bu bir beton. Burada da bir dəyişiklik var mı? Ən azından açıq belə vicdanına sığınıb altında belə beton vücudu. Dizayn olmasa belə, görkəm olmasa belə, ilkin mənzildə, amma ən azından bir beton vücudu. Uçan görməmişik, dağlanını görməmişik bu cür necə. Görmüşüksə yəni... Mən müdaxilə edeyim. Buyurun. Məncə o vicdandan deyil, sadəcə Fövqəladə Hallar Nazirliyi. Gələcəm. Ona gələcəm. Onlar... Yaxam, təşəkkür edirəm, dəstək edirəm. Ona gələcəm. Yəni bu, təbii ki, ilk növbədə birinci, mən bunu bağlayıram bir insanlara və təbii ki, tələblərə. Yəni, bir mərtəbə inşa olunanda bizim Dadaşovanda ilmi tədqiqat institutumuz təbii ki, nümunələr götürür, nəticələri verir və o nəticələrdə hansısa bir qüsurlar varsa dayandırma təmin olur və s. Yəni sizin sualınıza nə olacaq? Bilirəm ki, dünəndən bugünə çox dəyişikliğimiz var və nə yaxşı ki, bugün bazarda olan insanların ikinci kəndlərinin çoxu profesionallaşmır, profesionallaşmır şirkətlər. Əla, çox sağ olun. Dəyişiklik demişkən, biz əvvəllər kristal abşeron adını eşitmişdik Pərviz müəllim. Bugün orada bir rebranding oldu, kristala çevrildiniz. Üstəlik orada bir City Garden Nərimanov layihəsi var ki, mənim fikrimcə o da
ciddi bir dəyişikliklər olan layihədir. Həm siz orada təmirli mənzillər verirsiniz. Bu Azərbaycan bazarı üçün bir yenilikdir. Biz mebelçi olaraq istəyirik ki, bütün mənzillər təmirli verilsin. Amma Azərbaycan bəlkə də, mənim sözümü düzəldənlər digər əməkdaşlar, bəlkə də yeganə ölkələrdəndir ki, burada ev təmir edilmədən verilir. Bu da öz-özlüyündə nə qədər də biz dizayndan, mimarlıqdan danışsaq da, bizim o prinsipə və həyat keyfiyyətinə mənfi təsir. Çünki bir vaxt ki, sən bir köşkünsən evə, təmir eləmişsən, 3 aydan sonra qonşu dan və ya sıfır qonşu alimlər verir. Burada vəziyyət necədir? Sizin şirkət necə dəyişdi və bu dəyişiklikdən sonra müştəriyə hansı vədlər, hansı xidmətlər verir? Çok sağ olun, çok yaxşı bir toxundu. Bugün Kristal Aksuron 2025 yılın ayında Prezident ederek Kristal adıyla faaliyete başlayıp dediğim için bizim çeşitli gardınlarımızdan ibaret değil. Diğer büyük ailemiz farklı sanal ailesi var. Şu anda eğlen arazide. Sadece 750-760 bin kvadrat metre sahası, yaşar sahası olan bir kompleks. Ve Kristal menşe verilen inşaat sektöründe bir uğurlu taraftar için özünü tanıda birikti. Ve bizim o dediğimiz mesela bir alıcı evi bugün alıp tamir ediyor, yaşıyor. Bir yıldan sonra başka bir komşu gelir evini tamir etmeye, isterseniz komşular arasında Alimler birbirine. alemler birbirine Yevlaklar demiş. evi alan şahs entegre bildirmeden bir taşın beton sütunlar var. Bilmeden cederliği, şaftalar dediğimiz o şu kanalizasyon borularına, yederliği ve burada ister istemez binanın uzun ömürlüğüne təsir. Yani biz dediğimiz için o beton şirketi verebilir. Şirketi materiallardan istifade edebilir. Binanın kabel inşaat dedikler dediysen. Burada ama esasen alıcı gelip öz dediği formada ustalarla anlaşır, təmirləməzsən, ister-istemez orada binanın uzun ömürlüğünde bir problemler var. Bizim təmir ettiğimiz, yani zaman seçkisi bizden bu səviyyəyə gəlmədi, təkmilləşmişik. Bugün biz istifadə edəcəyimiz materialların birinci növbədə keyfiyyətinə önəm verir. Və bizim bugün dünya birliklərlə birbaşa əlaqələrimiz var. Məsələn, Diklərinin Konşurisi firmasıdır. Şantexnika malları Brok firması, yani bildiğimiz Almanya'nın Brok firmasıdır. Elektrik yuvaları Geris firmasıdır. Mesela şişələrin özü Amerikanın Guardian firmasıdır. Bugün ben neçə bilirəm ki, bu silən binalarda heç kim o pəncərələrin aynasına, şişəsinə bir şey verir. Yani biz ona qədər bu keyfiyyəti önəm verir. Hem bu rahatsızlığı üçün, gələcəkdə yatırım edənlər üçün də bunun bir avantajı var, üstünlüğü var ki, elin keyfiyyətli materialları olunması, otaqların düzgün bölünməsi, planlaması və ən əsası da bugün kompleks, mən gəldim Azərbaycanda yox səviyyətində əsasən inşaat firmaları şu üç bina inşa edirlər. Amma bizdə məsələn bir kompleksdə 21-22 bina var, onun içərisində 2 məktəb var, dövlət özəl məktəb. Yani komplekste yaşam tərzine lazım olan yaşam yükləri, xidmət üçün lazımlı sahələr var. Bu qədər. Çox sağ olun. Deməli, biz burada deyirik ki, müasir insan artıq rahatçılığına daha çox əhəmiyyət verir. Və əlbəttə ki, rahatçılıq öz-özlüyündə müəyyən faktorlardır. Rahatçılıq demişdim. Mən forum iştirakçılarına müraciət etmək istəyirəm. Mən sizin bəzi suallarınızı artıq görürəm. Sizdən xahiş edirəm ki, QR kod vasitəsilə sadəcə QR koddan keçirsiniz və paneldə aktiv şəkildə müzakirə etmək üçün öz suallarınızı bizə yönləndirirsiniz. Mən onları operativ şəkildə cavablandıracağım. Bir də ümumiyyətlə o əks əlaqə üçün, feedback üçün hər zaman sizi dinləməyə hazırdır. Hansı mövzular sizin üçün daxil etdik, nəyə daha çox istiqamətlənək, onu da indidən deyə bilərsiniz. Deməli, belə çıxır ki, müasir xammallardan istifadə edilimi, ümumiyyətlə, hal-hazırda belə bir trend var, məhsula smart sözünü verib, biraz marketing aləti kimi edirlər. Ümumiyyətlə, bugün həqiqətən də
inşaatda ağırlı materiallar hansılardır? Məsələn, mən bilirəm bu günlərin biz forumda olan stendi gördük. Deməli, dekor şirkətidir və çox maraqlı məhsullar gətirir. Sizə deyim ki, bambu düzləmələr gətirir, gip-gikan eləyirlər, Flexstone, ondan gətirir. Bunlar çox maraqlı məhsullardır. Və bugün həqiqətən də o məhsullar təmirin sürətini artırır. Təmiri daha sürətli eləyir, təmiri daha vizual eləyir. Başqa, yəni bugün həqiqətən də inşaatda bir inqilab başlayır. Düz ola bilər ki, bu inqilab Azərbaycanın yavaş-yavaş gəlmişdir. Ancaq mən əminəm ki, biz elə bir ölkəyik ki, və bizim sahibkarlarımız elə bir başa beyinə malikdir ki, biz istənilən yeniyi sürətli şəkildə Azərbaycanda tətbiq etməyə bacarırıq. Siz bir ekspert olaraq inşaatda, tikintidə hansı yeni materiallar, hansı know-how'lar görürsünüz? Nələr etmək lazımdır? Yeniliş kontekstinden bakanda ilkin mənim. Yenilik mən iki yere bilirəm. Birincisi, necə başlayır hadisələr? Dünyada bu tətbiq olunur, hər yerdə olur. Bizə gələndən mühafizəkar bir yanaşma sərgilənir və Bizdə bu işləmir sözü var da, bizdə bu işləmir. Bizdə bu işləmir, biz bunu öyrəşmişik. Bu yaxşı deyil, hardansa eşidilir. Bu şəkildə yanaşmalar var və biz onu bazara yenilik kimi gətirir və innovasiya kimi təqdim olunur. Əslində dünya bunu təklif edir. İkinci nədir? İkinci isə bəli, doğrudan da texnoloji əsaslarla, belə deyək də, elmin ortaya qoyduğu yeniliklər var və bunların tətbiqinə başlanılır. Yəni mən konkret olaraq bu məsələdə əslində bizim daha çox gördüyüm nədir? Mimarlar və dizaynerlər ciddi şəkildə bu sahənin üzərində araşdırırlar və onlar hər kəsdən ən yaxşı şəkildə bu yenilikləri ortaya qoya bilirlər və bu Türkün sözü kapasitelər onlardadır. Yəni yenilik sözü mimarlığın sinonimidir. Bəli, mimarlıq və interyerçilərin bunlar onların. Yenilik, mühafizəkarlıq, tətbiq adətən icra tərəfdə olur ki, bunlar öyrəşiblər, yenilik tətbiq eləmək vaxt tələb edir. Uzun müddətdə hər zaman yenilik qalib gəlir. Çünki bugün yaradılan bütün sözlər və bütün həllər demək olar ki, ilk sözü bahadırla başlayır. Yəni ki, dəstəkləyərlər bahadırla başlayır. Amma uzun müddətə yayanda, fayda perspektivinə yayanda təbii ki, uzun müddətdə bir çoxunun qənaətli olduğu. Yəni, ön bazara üzülüş materialları çıxır ki, hansı ki, müəyyən digər materiallara aradan çıxır. Məsəl üçün, bizim hörgü bloklarında, ulusal hörgü bloklarında suvağa ehtiyac yoxdur. Suvağa ehtiyac yoxdur. Suvağa ehtiyac yoxdur. İlkin olaraq baxanda, ədəd olaraq baxanda hörgü blokunun qiyməti bəlkə yüksəkdir, amma arada suvağa ehtiyac yoxdur. Suvaq təmizliyinə ehtiyac yoxdur. Məsələn, bina evlərində nə baş verir? Təmir eləyəndə 18-ci mərtəbəyə qum qaldırmaq lazımdır. Sement qaldırmaq lazımdır. Hamısı tərsdir. Yəni, lift puluna qədər həmisi tərsdir. Amma yeni materiallarda bu xərclərdən qurtulmuş olur. Yəni, buna görə də yanaşmanın ən önəmli perspektivi nədən ibarətdir? Mən dediyim kimi, interyerçilər və interyer dizaynerlər və mimarlar ciddi şəkildə yeniliyə və innovasiyaya açıq olmalı və onun tətbiqini özləri testdən keçirərək təşvik etməlidir. Təsəvvür etmək belə bəzən çətindir. Düşünün ki, bir material var, evi onunla hörürsən və bu materiallar suvaq vurmursan. Başqa bir material var, dekorlar. Yaxşı yadmaşıq şirkətin adı, stentlərin adında. O materiala baxırsan, üzlənmiş suvaq vurmadan üzərinə vurursan o materialı və sənin təmirin inandırıram sizi 3 dəfə sürətlənir. Tikintidə də sürətlənir demək ki, siz məndən yaxşı bilirsiniz. Deməli, maya dəyərin aşağı düşür. Bu proseslərdə Gülər xanım, necə düşünürsünüz? Ümumiyyətlə, Kristal qrupları dedi ki, Pərviz müəllim dedi ki, biz artıq təmirli evlərə başlamışıq.
Mən istəyirəm bu sualı həm siz cavab verirsiniz, həm bu sualı iki memar olaraq ikiniz də cavablandırasınız da belə ki. Təmirli ev bu o deməkdir ki, insan evə girir, artıq ev təmir olunur. Birinci sual. Bəs bu prosesdə insanın fərdiyyatları hara gedir? Axı, bəzən Azərbaycanda belə bir arzu var da, mən istəyirəm ki, evimdə aboy yaşıl rəqləsin. Elə memar niyə var? İnsanların fərdiçiliyi özə çıxarır. Bu necə olur? İnsanların fərdiyyəti necə ortaya çıxır? Və ümumiyyətlə, təmirli inşaat, təmirli mənzillər, bu sizin fikrinizcə Azərbaycan bazarında gələcəkdə oturacaqmı? Xahiş edirəm ki, cavab verəsiniz. İlk olarak cevap vermek istediğim ki aslında bəli, artık inkişaf edilir. Baxanda mesela xarici ülkelere, Dubaya görürsünüz ki artık təmirli, ağıllı mənzilli binalar satışdadır. Biz de artık deyərdim ki inkişaf edilir o yönde doğru. Ona göre təmirli mənzillərin verilməsi mən düşünürəm ki ağıllı fikirdir, gözəl düşüncədir. Ama hələ ki biz onlar qədər inkişaf etməmişik deyən, sizin sözünüzə qüvvət ki, müştəri gəlir deyir ki, məsələn, mən istəyirəm ki, mənim evim olsun neoklasika. Bizim illərlə ayrıla bilmədiyimiz stilistikadır bu interyerdə və deyir ki, mən bunu istəmirəm. Mənim evimdə bu boyda, belə deyimdə, mebel azdır, bunu istəmirəm, mən böyük bir mebel istəyirəm, olsun kamotun bu. Yəni, bəzən baxırıq ki, inkişaf etməkdən ötürü gözəl düşüncədir. Təmirli mənzillər, ağıllı mənzillər, hər şey idarəsi öz əlimizdə olan mənzillər, bu, belə deyək, dünyaya açılmış bir qapı üçün nəzərdə tutsaq, gözəl fikirdir. Amma yenə deyirəm, biz də yavaş-yavaş ora gəlib çıxacaq, daha da kampa, funksionallığa önəm verəcəyik, daha, belə deyək, genişliyə, rəng tonların açıqlığına, əşyaların nə qədər ehtiyacımız varsa o kimi əşyalardan istifadə etməyə qədər gəlib çıxacaq. O zaman mənə gəlir ki, artıq inşaatda tikinti şirkətlərin demək olar ki, tük yox, artıq bütün hamısı bu sistemə keçəcək. Yəni, mən düşüncəm budur. Çox, siz niyə Həmidə düşünürsünüz? Xanım danışdıqca düşünürəm, 90-cı ildən bu tərəfə analiz edəndə baxırıq ki, Azərbaycan insanı nə istədiyini bilmirdi. Müstəqillik dövrü başlanan vaxtdan. Məsələn, değişə axtara, yəni müraciət edir və bir dövr gəldi çıxdı ki, Skandinaviya üslubu dəvə gəldi. Skandinaviya üslubu istədilər ağ rəng, soyuq rənglər, boz rənglər, amma bir dövrdə gəldi ki, başa düşdülər ki, şərqli insan soyuq Skandinaviya üslubundakı olan evdə yaşaya bilmir və bizim insanlar daha çox isti, beş tonlardan xoşları gəlir və orada daha öz rahatlığını tapa bilirlər. Ağ ışıqlar yeni dəbə düşdü, amma nəticəyə gəldilər ki, ağ ışıq ev üçün uyğun gəlmir, o ancaq ofislərdə və yaxud da zavod fabriklərdə işləyə bilir. Evləri rahat edilmək üçün sarı tonlu ışıqlardan istifadə olmalıdır. Yəni buna görə də biz bugün Azərbaycan müştərisinin nə istədiyini bilirik. Sadəcə ola bilər ki, o öz fikrini tapa bilməyik. Biz müştərini yönləndirə bilirik. Eləcə də yeni materiallarla yönləndirə bilirik. Bugün memar, Azərbaycan indiki memar daha çox etibarlı bir şəxs kimi təqdim olunur. Yəni bugün memar bu suyu təklif eləsin müştəriyə, müştəri memara inanır. Və eləcə də yeni məhsulları təklif eləyəndə inanır. Bilir ki, bugün məsələn, hansısa bir bambuk materialını və hansısa bir daşı təklif edəndə və öz fikrini düzgün əsaslanır. Aslındadır, qrupunda. Daha da tez müştərini inandıra bilir. Amma düzgün bir şəkildə. Bu aralar çox qısa bir müddətim oldu. Bizim sərgi salonunu gəzdim. Hamınızdan da xahiş edirəm ki, sərgi salonunu mütləq. Çox maraqlı materiallar var. Mən orada bir daş gördüm. Ciston şirkəti təqdim edirdi. Təsəvvür edin ki, daş 4 kadr, yəni daş elədi ki, daşın böyürləri ilə daşın önü eyni. Yəni dünyada hər keçən gün yeniliklər baş verir. Və bu yeniliklər o qədər maraqlıdır ki, normal statistik istənilən insan elə bizim sərgi sisteminə baxıb, öz evini təzədən sözmək istəyəcək. Öz evini təzədən sözmək demişkən, baxır mənim.
Ümumiyyətlə, Azərbaycanda betona olan ehtiyac zaman keçdikcə necə dəyişir? Ümumiyyətlə, betonun daha keyfiyyətli beton alınır mı Azərbaycanda? Necə də bazar? Şimdi öncelikli olarak tabii ki bu fevkaladeler lazım da bahsetti. Azerbaycan Avrupa normlarıyla Türk Siz standartları... Fövqəladə Hallar Naziri ilə əməkdaşıb buradasınız deyə biraz başqa cür danışırsınız ya? Evet, kesinlikle. Şimdi ben şunu anlatmaya çalışıyorum. Şimdi hani her şeyin belli bir standartı var. Yani siz mecbursunuz ki bir şey bildirmeniz lazım. Yani belli bir standart içerisinde ihtisasat olan her yerde böyledir. Tabii ki yani eskiden daha gözümüzü ilk açtığımızda hani dede baba dedikleri 2-3 katlı binalardansa şimdi artık görüyoruz ki 40 mertebe, 42 mertebe daha yüksek binalar var. Tabii ki burada beton teknolojisi de, mimari teknoloji de, yani inşaat teknolojisi mecburen bunu ayak uydurmak zorunda. Yani evet, hani bunu sadece betoncu gibi görmek istemiyorum. Hani tamam biz ayak uyduruyor muyuz? Uyduruyoruz. Standartlar içerisinde, evet standartlar içerisindeyiz. Ama özellikle yeni ürünleri mimarlar tarafından bize yapıldığında standartları daha fazla revize edecek ve sınırları biraz daha zorlayacak şeyler içerisinde olmasını biz talep ediyoruz. Kesinlikle. Tam aynı. Deməli, çox maraqlı bir söz deyim sizə. Mimarlıqda bir Zaha Hadid stili var, Zaha Hadid stili var. O deyir ki, heç bir tikilidə bucaq olmamalı. Bucaqsız, belə deyim də, dairəli bir tikilidir. Çox əla. İndi özü hal-hazırda Zaha Hadid hal-hazırda həyatda yoxdur, amma onun məktəbi qalıb da bir ciddi bir məktəb var. Deyirlər ki, biz elə tikirik ki, orada bucaq yoxdur. Hər şey dairəlidir. Okey. Azərbaycanda bir xüsusi bir Zaha Hadid stili var. Biz binanı tikəndən sonra evin içərisində qeyri-adi addımlar atmağa başlayırıq. Yəni bizdə binalar çöldən standart görülsə də, biz binanın içərisində o qədər yeniliklər edirik. Məsəl üçün düşünürüz ki, bizim şirkətimiz aspirator satır. Aspirator şaxtaya yaşanırdı. Şaxtaya o qədər dəyişikliklər edirik ki, adı olur ki, aspirator işləmir. Əslində aspiratorun günahı yoxdur, şaxta fərqlidir. Bax, bu məsələlə mənim üçün maraqlıdır. Siz binaları təhvil alırsınız, okey, bina keçdi. Ancaq bundan sonra binanın içərisində təmirlə bağlı, Pərviz müəllim də yəqin bundan çox məlumatdır. O qədər yeniliklər olur. Axı binanın özü bunu təmir eləmir. Şərti ilkin, öz xəyalındakı evi, öz evində tətbiq eləməyə başlayır. Və bu zaman özü də bilmədən evdə konstruktiv dəyişikliklər edilir. Məsələn, elə çox elementarlı deyil. Bir çox evlərdə qaz durbaları başqa cür gedir. Əslində standartdan kənar gedir. Bax, dünyada bu təcrübə necə olmalıdır? Buna necə nəzarət etmək mümkündür ki, gələcəkdə bu problemlərimiz olmasın? Tikinti dövründə bunlara biz rast gəlmir. Niyə? Çünki tikinti zamanı Dövlət Nəzarət Jurnal deyə bir jurnal var. Bəli. Həmən jurnal mənbələrlə doldurulmalıdır. Və mənzil mülkiyyətçilərinin səlahiyyətinə. Bax, buradan sonra başlayıb müəyyən məsələdir. Çünki orada boşluqlar var, həqiqətən var. Çünki nəzarət edəcək konkret bir qurum var. Bu faktiki yox. Fövqəladə Hallar Nazirliyi buna nəzarət etmir. Çünki səlahiyyəti deyil. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə olunması həmin cəmiyyətin üzvlərini bilavasitə məsuliyyət və səlahiyyət edir. Bax, bu sizin dediyiniz problemlər orada başlayır. Əslində siz də razılaşırsınız da, orada böyük bir qara qutu var. Çünki ev tikiləndən sonra, məsələn, bugünkü bir çox böyük problemlər oldu Bakımızda, hamının məlumatı, nəsə bir partladı, evdə yanğın oldular, hamısının kökündə bina təhvil veriləndən sonra binanın içində olan dəyişikliklərdir. Mən bu fikrimlə tam razılaşıram ki, həmin sahəyə ciddi nəzarət təmin olunmalıdır. Bəli, bu fikrimlə tam razılaşıram. Təhvil veriləndən sonra, bina təhvil gedəndən sonra içərisində baş verilənlərin, dəyişimlərin, alanların bir formatı olmalıdır və ya bunu bir nəzarətçi ürünü formalaşır. Anladınız. Bu problemlə bağlı Pərviz müəllim, siz necə idarə edirsiniz bu problemi? Məsəl üçün, siz bəzi evlərinizi özünüz təmin edirsiniz. Burada təbii ki, bu problemlər həll olur. Ancaq bir də var ki, bina artıq keçikli texniki baxışdan
və ev yiyəsi və yaxud qarajda müəyyən addımlar atılır, problemlər. Bununla necə mübarizə var? Dövlət qurumu gəlib baxır, yerindədir ki, incədir. Kabelləşmə, elektrik xətlərinin çəkildikdən sonra gəlib baxır. Hər bir detalına, məsələn, Amerikada, Türkiyədə, müəyyən dövlətlərdə bu var. Amma bu inşaat şirkətlərinə belə deyək də, şərh eləmir. Bu istər-istəməz bu gəlir, vaxt verir, proseslər gibi. Bizim inşaatçılar üçün bir növbədə sürət ki, vaxtında binanın tikib təsir verir. Çünki Çok ucuz yani. Çünkü böyle hafif yok, ikinci tamiri zamanı. İkinci dövrünü bina ettiği, tamir ettiğinde devlet kurumları gəlib bir kabelləşməsine nəzarət edilir, işaret edilir. Nezaret eden kurum olarak desek, devlet kurumları binanın tertibine gelir. Bilir abi. İsmar'a qəbul haqqı var, İsmar'a qəbul haqqı. Devlet kurumları Ondan sonra istismarına icazet verilir ve bina təhvil verilir, artık siparişi. orada problem yok. Tamir dediğimiz gibi tamir məsələsində ona da nəzarət mekanizmi olmalıdır. Bu da dövlət təcrübəsində var. Ama açıq danışıq ki, inşaat şirkətləri üçün o vaxt səbəb olur. Müştərilərlə bizim belə deyək, müqavilə vaxtı öhdəliyimiz ki, filan tarixdə tətil verir. O zaman da o qədər bir mütəxəssislər olmayacaq ki, bu qədər kompleksdə yaşayış mənzilləri bir gəlib yoxlarsa, tətil olsun deyə. O məsələn, eşitmişik, Avropada, Amerikada evi bir milyardan şirketi bir bina, ama Avrupa'da o uzun yıllar baş verir, 5-6 yıl təminler. Çünkü orada o problemler çıkıyor. Aradan kaldırılmayıncaya kadar o bir etaba çekmek mümkün değil. Bugün biz layihələrimizdə ama kişiler olsun ki, özümüz təmir edir isteyen ve şahsınlarla birbaşa özümüz ülkəsi olduğumuz için onların nəzarət alarak bütün o parametreleri koruyup keyfiyeti. Böyle deyəcəm, müşteri geldi evində siz dediğiniz kimi havalandırmasına, ıslatıcında problem yarandı. Kimin yakasını yapmalıdır? Entekanın rəhbərliyi. Ama böyle deyək, dizayn şirkəsi ama ustalar gəlir oradan özü tutsa, belə deyək. Onun səhəfi ucbatından problemler çıxır. Burada istər-istəmək həm qonşulara narazılıq verir, həm entekar rəhbərliyinin özünlə aşağılayıp için problemler var. Bir məsələ də var, bu da çox vacib bir nüansdır. İnsanlar bu günləri dönəmə qədər biz görürdük ki, evin dəyəri, mənzilin dəyəri kvadrat metrə ölçülür. Məsələn, soruşurlar ki, falan binada kvadratı neçəyədir? Ancaq dünya təcrübəsi göstərir ki, şərti böyük şirkətlər deyək də, çox şərt, MR deyək, və böyük bina tikənlər deyək, ya damaq deyək. Bunlar ne deyirlər? Bunlar deyirlər ki, biz kvadrat metre satırıq, biz həyat tərzi satırıq, bir segment satırıq da, bizim evlərimizdə şərti 2 uşaqlı ailə rahat yaşaya bilər və yaxud filan. Bunun da Azərbaycanda olması üçün mənzillərin daha yaşamaya yaxın hala gətirmək lazımdır. Bu günlərin çox asandır da, bina tikənlər ne deyirlər? Kvadrat metreden sattığına görə onlar o yaşamaq prosesini nəzərə tutmurlar. Deyirlər ki, tikdim, kvadrat metreden sattım, indi öz aramızda o tikili şirkət üçün də o rahatdır da, kvadratla satır, canlı tutarında rahat olur. Bəs bu prosesdə görəsən, mimarlar olaraq da hansı yeniliklər olmalıdır ki, o ümumiyyətlə mənzillərin planirovkası bəri başdan bu mənzil kimin üçündür sualının düzgün istiqaməti olmalıdır. Yəni, bu bina hansı tip ailələr üçündür? Burada vəziyyət necədir? Yəni, xanım, siz zəhmət olmasa buna cavab verərsiniz. Mən düşünürəm ki, məsələn, Bakının ərazisindən danışaq da, yəni Bakının bəzi ərazilər var ki, segmentə görə, yəni o insanların yaşam səviyyəsinə görə dəyişir. Sən şəhər mərkəzində fərqli gəlirli adamlar daha çox yaşayır, biraz kənar yerlərdə fərqli gəlirli adamlar. Bunlar da bugün də Sovet dönemində bir anlam vardı, bir ki, evə satdığın adı qoymaq. Yəni ev alarkən satmağı fikirləşmə. Amma bugün həyat o qədər dinamikdir ki, düşünürəm ki, bu günləri sən harada ev almağından asılı olmayaraq, yəni hansı segmentdə yaşayırsan, sənin gəlirin nə qədərdir və məsələn, dizaynerlər üçün bu çox rahatdır.
eyni materialda qəşəng dizayn verə bilər, amma mərməri cistondan da ala bilər, MDF paneldən də eləyə bilər və hansısa bir rəssama mərmər imitasiyasını çəkdirə bilər. Yəni, dizayner üçün bu asandır, amma şəxs alıcı müştəri büdcəsinə uyğun seçim edə bilər. Yəni, düşünürsünüz ki, istənilən o çox maraqlı bir deyimdir həqiqətən də. Bizdə həmişə deyirlərdi ki, bu mənzili mən özüm üçün düzəldirəm. O ifadə əslində qalsaq bazar nöqteyi nəzərindən doğru ifadə deyil. Çünki istənilən əmlak bizim bundan sonraki forumumuzun bir paneli haqladır. Əmlak necə qiymət qazanır. Çünki bu həqiqətən də aktual mövzudur. Və bu günlərin həqiqətən də ev tikənlərdə, bina sahibləri də, və yaxud material istehsal edənlər də, müştərilər də düşünməlidir ki, ümumiyyətlə bu mənzilə bu qədər pul qoymağa dəyərli. Mən də bu mövzuya fikirləndirmək var kimi, yeganə hamur sözlərində həqiqət var. Yəni, bu belə deyək, sualımız o da bir geniş miqyaslı bir sual oldu. Onun üçün öz fikirlərimi bildirmək istəyirəm. Bəli, müştəri tikinti şirkəti, müştəri deyəndə əsas tikinti şirkətindən nəzərdə tutaq. Tikinti şirkəti sifariş edib layihələndirmək istəyəndə yaşayış binasını ilk növbədə memardan nə soruşur? Biz memar kimi tək layihələndirmirik. Biz eyni zamanda inşaat şirkətinə sən buradan sata biləcəksən mənzili, hansı ərazidə, kommersiya belə deyək, yönündə də fikir bildiririk. Belə ifadə və topu çıxsa da ağır bildiririk ki, sən burada satsan, düşünmək ki, qoyduğun belə deyək, xərcini götürəcəksən. Düşünürsən ki, məsələn, qeyri-yaşayış, burada qeyri-yaşayış versən, biz bildiririk. Hansı tipdə qeyri-yaşayış etsən, sən burada qeyri-yaşayış obyektləri icarəyə verəcəksən. Yəni, layihələndirən zaman tək belə deyək, komfortluğu deyil, biz kommersiya, maddi maliyyələşdirmə sistemini də düşünürük. Yəni, hər bir şeyi düşünürük. Həm yaşayan əhalinin komfort zonasının, bayaq dediyimiz kimi, həyətyanı, oyun yerini, məsələn, əraziyə yaxın olarsa, orada uşaq bağçası və yaxud kompleksdirsə, məktəb olunmasıdır. Və bilirsiniz ki, bu il şəhər salmanın qaydasına görə artıq tek bloklu deyil, kompleks formasında yaşayış binaları layihələndiriləcək, artıq belə deyək, tək binalar tikilməyəcək. Bunun üçün Qərar ki, yalnız bir əraziyə aid ya bütün ölkəyə? Ümumiyyət ölkə üzrə. Artıq Azərbaycan ölkəsi üzrə şəhər salmanın qərarına görə yaşayış binaları kompleks şəklində layihələndirilməlidir və tikilməlidir. Bu, belə deyək, şəhər salmanın qaydasıdır və tikinti şirkəti bizə sifariş verəndə düşünür, məsələn, deyir ki, fasad materialı yeni Azərbaycan, Bakının, belə deyək də, əhali sisteminə görə layihələndirilir. Sürpriz olsun, buranın bilirik ki, kontenti haricədir. Məsələn, Bakının hər hansı bir zonalar, Ağşəhər olsun və yaxud kənar masazlı zonası olsun. Bilirik ki, oranın əhalisinin bu alacaq gücə sahibliyini və tikinti şirkətdə layihələndirəni bizə bildirir ki, memar kimi ki, mənə elə bir bina layihələndirir ki, materialı o qədər bahalı olmasın. Çünki buranın kvadraturasını bilirik ki, neçəyə bir qiymətlənməsindən bu mənzili sata bilir. Adam bunu ala bilsin. Sadəcə olaraq indi bilirsiniz ki, şəhər salıb bir yeni bir qanun ortaya qoyubdur ki, şəhərimizin vizual görüntüsü gözəl olsun deyə biz fasad materiallarını ucuz yox, gözəl, keyfiyyətli, özünüz bəyərdiniz ki, yanğın hadisələri baş verir, problemlər baş verdiyinə görə, ona görə artıq biz ucuz yox, keyfiyyətli, uzun ömürlü və gözəl, eyni zamanda estetik, gözəl görünümlü materiallardan istifadə edir. Bəzi düz inşaat şirkətlərinin bu xoş gəlmir, çünki yenə dediyim kimi, ərazi götürür, bahalı bir yer deyil, ona bahalı material istifadə edir. Bu, biraz onun artıq satışına təsir göstərir. Biz tərəfdə düşünürük ki, memar kimi sevinirik ki, gözəlliyi də yaradırıq, istis də yaradırıq. Və alan insan da deyil, gözəl bir binada və şəhərimizin gözəlləşməyi də var. İnşallah düşünürəm ki, bizdə kommersiya cəhətdən hər kəsə, hər şey yüksək səviyyədə olar və istədiyimiz tikintili yarada bilərik və mənzilləri də ala bilərik.
Ümumiyyətlə belə çıxır ki, bütün bu dəyişikliklər əslində Azərbaycanda əmlak qiymətlərinin artmasına gətirib çıxarır. Çünki biz bu günlərin əgər deyilsə ki, yalnız kompleks olsun, o demək ki, kvadratura daha böyük olmalıdır. Orada mütləq qaydada, yəni torpağın da qiyməti artırır və şərtlər də artdığına görə bu prizmada ümumiyyətlə necə düşünürsünüz? Azərbaycanda Pərviz müəllim, evin qiymətləri bugün digər xarici ölkələrlə müqayisədə bahadır ya bazara uyğundur? Ümumiyyətlə ev qiymətləri barədə sizin fikirləriniz necədir? Gördüğünüz bir tanesi yoldaşların dediler şeylerden aspektidir. Buyurun efendim. Evin için kvadrat metrinden kıymet satılması bugün Azerbaycan'da bu formada hayata çıkıyor. Hatırlıyorsunuz kibrit arazisi yoktur. Burada yani bir yaşaş kompleksleri, bu gördüğümüz villalar, eğlenceler, bizim necəsi City Garden'lar onun yeri, vaktiyle içine bir şey etmiştik, orada bir bina çiçeği, ev çatılar, yerleri yaptırıyor, tam size ağırsız bir adam için yansınız ki, bu bataklıkta bu bir yerde yatırım elemenler mənasız. Yani ilk növbədə Vakasyenin çok orada yaradacağım bu beyaz şəraitlərim var, her tərzini almaq, onları gəlməsini. Necə ki, Dubai'de dediğiniz kimi evin değeri var. Orada hamı bilir ki, eve yatırım için koyuyor ve onun değerlerini zaman çekiyor. Ben inanıyorum ki Azerbaycan'da da gelecekler, bu kimin eve gelecekler. Benim de var. Mesela bir siz Karakum'da evler var ki, onun etrafındaki kıymeti neyini değil. Çünkü o otel tipi rahat. Bir anda otel lobisi var, meeting otağı var, yani toplantı otağı var. Bu için o bir binalarla tersi olduğu için ister-istemez alıcı onu düşünür ki ben burada niye burada? Marshall, günlerde Richard Carlton, Tanrı, Four Seasons, Mario, Newton. Bu için markalar oldukça bizler inandırır ki bir kvadrat metri çöketiyor, markasını üstünlüyor. Biz çok kabul edilen ki kristal olarak mesela kanlı gövdesi bilmem hatırlayanlar varsa orada çok bataklı. Şimdi ben orada ev alanlarda mesela bugün hamı kurvara gibi yürüyüş edemeye, gelmeye. Bizim orada hardasa 37 hektar gölden beraber kurvar arazisi. 37 hektar gölden beraber. Ben işe verilen başına böyle bir göl olan yok. Günlük göller var ama tabii oranın özü temizlenecek, ağaçlaştırılacak inşallah. Ve burada hem şahsınlar için hem konaklarımız için elverişli olacak. Bugün olabilir bizim oradaki dediğimiz kıymetler, bugünkü realına uygunlaştırıp kıymet satır. Burada kıymeti formalaştıran günleri gelen öncülü yaşamak sebepleri var tabii ki. Bugünkü əhalinin imkanlarından nəzərə alınarak kıymet satır. İlk götürsək ki, ilk Dubai kimi qiymətlərə satar, bir onu satanmalı. Çünki hələlik Azərbaycan o dərəcədə elə deyək də, turistler gelmek ki, buraya yatırımı koysun, ona alsın. Diğer sualım neydi? Digər sualımız odur ki, müasir dövrdə Azərbaycanda ev qiymətləri, əsas sualımız. Bugün bazara necə proqnoz verirsiniz? Bizə bazarından müqayisələsi Azərbaycana uyğundur. Bəli, bizim məsələn... Yəni ucuzdur bizdə. Normal, ucuz yox. Reallara uyğundur. Dünya bazarından, məsələn, Dubai'dəki qiymətlərdən dərəcədə Türkiyədəki olan qiymətlərdən ucuz. Bəs bizim mənzillərin keyfiyyəti, keyfiyyət dediyimiz zaman söhbət bina keyfiyyətindən getmir. O təqdim elədiyimiz xidmətlər Şərqi Dubai'ya, Türkiyəyə uyğundurmu? Bugün bizim komplekslər açığın deyil, otel tipli xidmətlər deyil. Amma premium mənzil deyil bunlar. Niyə deyil? Çünki orada istifadə olunan keyfiyyətli materiallar və komplekslər bir insana nələr ki lazımdır, onları təmin edir. Amma inşallah gələcəkdə veriləcəksə deyirlər, onun belə deyək, lobisi olur ki, ailədə orada toplantı otağı olur, özünün ilk işliği olur. Yəni otelde deyib istirahət edirsiniz yani. Otelde nələr varsa o binada olmalıdır. O xidmətlərdən hələ ki bizim öz şirkətinin ürüncü verəmir, amma bugün
o qiymət məsələsinə də gəldikdə, biz məsələn 24 il əvvəl Kırdalanda kristalın binaları vardı. Bəli. İndi bir də elədiyi kimi kredi, biz onu 24 il öncə eləmişik. İnsanlar kreditlə ev alırdı, yəni bir evdə 3-4 nəfər adam var ki, bunu toplayır, aşağı təbəqəli insanlar var ki, rahatlıqla bilirik ki, 15 ildən sonra bu ev buna qalacaq. O evlərin dəyəri o dövrə görə çox ucuzdur və bir o qədər də şirkətli deyil. Məsələn, narahatlıqdan danışım, icarəçi məsələləri o dövrdə elə aktual deyil. Bu gün onlar qonşu bir-birlərinin səsini eşitməsin deyə, səs icarəçi üçün önəmli. Yəni, bu kimi halların da qiymət təsirinə var. Bugün o müəyyən bina kisənlər var ki, 3 dənə bina kisənsə evi satır mı? Bir şükürlər olsun ki, kristal olaraq 24 il bazarda və hesab edirəm ki, Azərbaycanda kristal brendinin tanıyan yoxdur. Və inşallah ümid edirəm ki, Dubaydakı marka olaraq brendləri Azərbaycana gətirərək o lüks həyat tərifini burada da təqdim edəcəm. İnşallah hamımız da onu istəyirik əslində. Firdovsun Əliyev bir sözü var, deyir ki, evlərin qiymətinin düşməyindən pis ölkə iqtisadiyyatı üçün göstərici yoxdur. Biz hamımız düşünürük ki, evlərin qiyməti düşdü, Azərbaycanda evlər niyə ucuzlaşmır? Amma o prizmadan baxanda, kaş Azərbaycanda əmlak daim artsın, kaş dünyanın ən bahalı kvadrat metrəsi olan ölkə Azərbaycan olsun. Bu o deməkdir ki, burada yaşamaq o qədər gözəldir, o qədər burada yaşamağa ehtiyac var. Yəni, bu çox vacib bir nüansdır və bizim paneldən sonra, Coffee Break'dən sonra və s. məhz biz ondan danışacağıq ki, Azərbaycanda əmlakın dəyəri necə formalaşır? Bizim çox fantastik spikerlərimiz var, burada olduğu kimi. Və mən düşünürəm ki, o paneldə bir çox sualların cavabı çıxacaqdır. Mən bir buyurun. Mən Pərviz müəllimin sualım var. Buyurun, buyurun. Keçən dəfə mən Meylulma müəllimə qorxdum, bu sualı dedim verməyim, amma bu günləri bir eləmişəm, deyə. Pərviz bəy, sizcə, məsələn, deyirlər ki, binanın içərisində giriş hissənin gözəl olması, lobby və ya da hansısa bir fitness klubları falan altda yerləşdirilməsi icarə kimlidir. Məsələn, birinci mərtəbə, 2 mərtəbə hündürlüyündə olması xərcli bir şeydir və binanın dəyərini artırır. Sizcə, bugünkü gündə rəqabət yönlü, hansısa proyektlərdə, layihələrdə bina tikintiləri üçün, məsələn, qaraj hissəsi və ya da qarajdan altı hissədə sığınacağın olması bu lazımdır mı, yoxsa lazım deyil? Yəni, artıq xərcli mi, artıq xərc deyil? Səbət hansı sığınacaqdan gelir mi, xanım? Hansı sığınacaqdan ki, məsələn, keçən əvvəldəki 5 ildən bir hər hansı bir hadisə başlayır. Şəhri müharibə qorxusuna görə. Ondan toplanmaq istəyir. Qapanmaq üçün, bəli. Bunu onsuz da səhər salmaq prinsiplərinə görə nə qədər maşın saxlanılmalıdır, nə qədər yaşayış sahəti olmalıdır, onun Çinki şirkəti istəsə də belə özü öz ağımla onu təkmin edə bilir. İlk növbədə necəsə layihələndirmə olanda bu biri şəhər salmandan keçir. Orada sığınacaq olmalı, keçirməli olur. Qeyri-yaşayış sahəsində nə qədər də saxlanmalıdırsa, sistem sahənin prinsipə uyğun o hesablanır, yəni özü memar olaraq bilirsiniz ki, şəhər salmanın uyğun qaydaları Sığınacaqlar mən məhz bunker tipli təklif edəyəm istəyəm. Dövlət əmniyyətli bir şeydir. Qadət olaraq o yox. Yəni, biz mən elə anlarlaşla konuşuyoruz. Necə? Yəni, siz etiraz edərsiniz Fövqəladə Hallar Nazirliyi desə ki, mən bunu başqa bir şəkildə tələb kimi tikinti şirkətlərindən tələb edirəm. Yəni, qarşılıq qoymaq ki, bu olsun. Yəni, bunker olsun binanın altında. Binanın altında yox, çınqı tutmuyoruz. Onun ərazidə keçid yerlər olur və mikrofonla elan olunur ki, toplanma yerləri var. Oraya necəsə sənəyə yolunmalıdır. Toplanma yerləri binalarda olur. Siz bir biznes adamı kimi, yəni sizə bu təklif gəlsə, siz rəqabətə yönümlü bunu həll eləsəz, o sizə uyğundur mu? Yəni sizə rahatlıq okey deyirsiniz, yoxsa əlavə xərcdir? Beyhan xanımın çox dostdur. Ümumiyyətlə, mən də düşünürəm ki,
istenilen məhsulu çok artırdığınız zaman o müşterinin cibinden çıkan pul. Bakın, o çok üzülüyorum. Demişsiniz, bakın, siz sualı belə koysanız ki, siz razı olarsınız ki kaldığınız evde karanlıkla aranız 500 metre olacak. Hansı müşterinin razı olur? Ben isterim çünkü ülke olsun yani. Bu kere olan zaman konstruktörün işi artır, betonun işleri artır, maliyyə işləri artır. Artıq ben düşünürüm ki, yəqin yaşayış binasının altında yol, kənar hissədə yeraltı keçid formasında getmək olar. Belə bir şey olar. Ona ehtiyac olmazsın bizim ölkəmdə. Ben Eyvan Hanım'ın sözünü müdafiə etməsində, yəni əgər bu bir normativ halına keçəcəksə, həriz mənim razı olsa da olmasa, o normativə gərək etməli edir. Amma o tip fikirlər, istər radiasiya əhəmiyyəli fikirlər, istər müharibə sağlayacaqları, xüsusi getdiyini, xüsusi olduğunu, onun layihələrimiz bir başqa sözdür və ümumiyyətlə onun ayrılan sahələri, kadrda, tələblər bir başqa sözdür. Çünki onun təkcə bir yeni yaratıq bir ülke yaratıqdır. Onun içərisində qurlar quraşdırılmalıdır, və s. Yəni, böyük bir tələblər var. Ölkə ərazimizdə Bakı şəhərində daxil olmaqla yeraltı sığınacaqlar var. Təbii ki, bu publik olaraq bildirilir. Zamanında əgər lazım olursa, zərurət yaranırsa, hər bir icra hakimiyyətində bununla bağlı məsul şəxslər var. Onlar artıq vətəndaşları istiqamətlə yapılır. Amma sizin məsələnizə gəlincə, əgər siz sığınacaq olanlarından istəyirsinizsə, o zaman təkliflərinizi təqdim edin və hansısa bir normativ olduğu təqdirdə Fərviz müəllim və ya digər bir hansısa bir inşaat şirkətinin rəhbəri o normativə əməl etməyə təbii ki, borclu olacaq. Əgər o normativə və qanuna otursa. Bu ülkeler ne için var? Mağarada şaraplı ülkeler var. Bu ülkeler olsun ki, Azerbaycan'da bir sabitlik var. İşte bilirəm ki, bu ülkelerde işte olmaz. İnşallah. Çok önemli. Biz deməli bir sual-cavab istiqamətine doğru gedirik və mən bəzi sualları yönlendirmək istəyirəm ki, Azərbaycanda son 2 ildə, növbəti 2 ildə evlərin qiymətinin neçə faiz qalxacağını düşünürsünüz? Bu sual ümumi spikerlərə verildi. Amma istəyərdim ki, kim cavab vermək istəyirsə, rahat cavab vermək. Neyse o ikinci panele verilmesi sualdır. Ben de düşünüyorum. Firdevs müəllim. İcazəni verməm suala konkret rəqəm demək düzgün deyil, amma əvvəlki illərə nəzər salanda ki, nə qədər artım olur, hardasa 15-20% artım olur. İllik. Yəni, bizim məsələn, ki, Qardın Nərmanovda yatırımcılar var ki, ev alıblar, saxtalanlar, yəni təməl qoyulanlar. Bugün rahat 20%'e qədər artım olanlar var. Amma bu növbəti illərdə olacaqmı, olmayacaq. Bu dövlətin günlərə gedən yüksəlik proseslərlə bağlıdır və neftin qiymətindən bağlı var və müharibə şəraitindən günlərə gedən müharibələrin təsir olur. Konkret bu rəqəm söyləmək bir deyil. Bir də qiymət artımla bağlı deyə bilərəm ki, məsələn, City Garden yeni başlayanda evin dəyəri bir qiymətidirsə və indiki yeni tikilən binanın qiyməti eyni deyil. Və qazanc məqsədi ilə götürsək, o əvvəl kimlər alıb, onu daha çox olur. 20% qazananlarla bu gibi 20% qazanabilməz, 10%. Çoxlu suallarımız var. Mən blitz formatına keçməyə təklif edirəm. Yəni, qısa sual, qısa cavab. Mən bütün verilən bu suallar bir səhnədən gəlir. Bunların sahibi mən deyiləm, ona görə mən özür hesab edeyim. Mən blitz formatından keçirəm. Deməli, İlham mənim deyir ki, Azərbaycanda inşaat bazarında istifadə olunan materialların bir çoxu keyfiyyətə uyğun deyil. Bunun da səbəbkarlarından biri odur ki, inşaat mallarının ithali prosesində sistemləşmiş sertifikasiya, nəzarət prosesi yoxdur. Mehbula müəllim, burada sizin fikirləriniz necədir?
Burada həqiqətən də problemlər var. Bu da problemlərin həlli üçün necə həllər eləmək olar? Mən sizə xatırladım ki, bizim forumdan sonra biz mütləq bir məktub yazacağıq. Sadəcə fikirləriniz bizim üçün çox mənim. Sizin fikirləriniz mənim olacaq. Mən sorumuz. Səlam olacaq. Sual önüne bir kaydın olması. Necə? Sual önüne. Sualın önüne kaydın. Sual önüne kaydın. Azərbaycanda inşaat bazarında bəzi tikinti materiallarında keyfiyyət normadan aşağıdır. Bazı tikinti materialları birlikte neyin üzerinde tutulur. Ümumiyyətlə, siz bu problemi görürsünüz. Bugün biz neden istifadə edirik? Beton, burada da, armatur, akustik komponent ve digərləri, daş. Ben bunda aşırı problem görə bilmirəm. Yeni gelen malların sertifikasiya meselesi ise bəli, onu təqdim edib, təbii ki, müvafiq sertifikatı əldə etdikdən sonra istifadə etmək mümkündür. Yəni, burada sertifikasiyanı səhvləşdirməyə ehtiyacı var bunun. Yerli istehsalçılar sevinə-sevinə buna diqqətlə qulaq asırlar cavabı. Sizdən belə necədir? Siz necə düşünürsünüz? Yəni, bu sahədə bir sertifikasiyaya ehtiyac var mı? Şimdi öncelikli olarak şunu demek isterim ki aslında ne olursa bütün üreticiler yani bunun ne üretildiğini istisnalar ise daha uygun olur. Biz normal mekanik taş buluyoruz. Bizim standartımızda 2 megapascal veriyor. Yani Boston bunu söylüyor, Azestin bunu söylüyor, Europe'un normları da bunu söylüyor. Ama bizim hiçbir zaman standartımız bu olmuyor. Yani şu an bile, farklı bugün bile bizim kendi ürünlerimizdeki, bizim kağıt üzerindeki hedef yok. Yani olabilecek ya da İlhan Bey'in sormuş olduğu sorular gibi olabilecek ters bir duruma karşı biz maksimum upper limitlerde tutuyoruz. Yani standartın üstündeyiz. Standartın üstünde tutmak zorunda. Ben mesleğe hani gibi olmasın ama yani şöyle söylerdim ki bu konuda fevkaladeler lazım. Diğer devlet kurumları kesin ve kesinlikle standartların her şekilde maksimum seviyeye gelecek şekilde bizi zorlaması lazım. Yani sınırları sertleri sonuna kadar kullanacağı şekilde çok iyi. İlk defa olarak böyle şey eşidirəm ki, Muhafizəkar. sahibkar nümayəndəsi deyir ki, dövlət strukturu səhvləşsin, daha sərt olsun. İçime burada istisnai de böyle bir şey değil mi? Bizim önde istihsalçıyız burada. Azerbaycan'da zavodumuz var ve inovatif nasıl istihsal edirik. Önemli standartın tətbiqi əslində nəyə gətirir çıxardır? Bütün bazar unsurlarının, bütün rəqiblərin eyni səviyyədə, eyni müddət rəqabət etməsini gətirir çıxardır. Əgər standartların tətbiqi bir şirkətə belə, bir şirkətə başqa cür tətbiq olunacaqsa, üstədə də xaricdən gələn mallara bu nəzarət olmayacaqsa, necə gəldisə gətirəcəklərsə, onda təbii ki, yeni istehsalçılar da rəqabət edə bilməyəcək və bu da sağlam rəqabəti formalaşdırmayacaq. Nəticə itibarilə keyfiyyətsiz binalar olacaq. Bu Və o heç kim lazım deyil. binalarımız olacaq, risklərimiz artacaq. Şəfiqə xanım soruşur, mən deyirəm bilsə eləyək, çünki çoxludur. Gələcəyin mimarlığını necə görürsünüz? Biz danışdıq ki, mimarlıq necə dəyişir? Gələcəyin mimarlığı. Yəni, o dəqiqə gözümün qalanı açıq ki, gəlir məsələ, bilmirəm. Siz deyin. Suala mən cavab etmək istəyirəm Şəfiqə xanım. Çox qəşəng sualdır. Demək, bugün mimarların, dizaynerların bir həyəcan keçirdiyi AI deyilən bir sistem var. AI dizaynerləri əvəz edə bilir. Əvəz edə bilər. Məsələn, indi mükəmməl əvəz edə bilir, bir neçə ildən sonra əvəz edə bilər. Amma mən, məsələn, bugünkü mövzum estetikanı, funksionallığı və bir də konversiyanı birləşdirən memar olmağa araşdırdığımı deyim, təcrübümü toplayıb deyim. Yəni, bunu bir üçlü birləşdirsək, həm mükəmməl memar ola bilər bugünkü dizayner və eyni zamanda AI-dən artıq bir tool kimi istifadə edə bilər. Yəni, AI onun əlinin altında bir köməkçi vasitə ola bilər. Gələcək AI-dır mı? Gələcək AI-dır. Siz necə düşünürsünüz? Sizin fikirlərinizi buraxın. Gələcək AI-dir, amma mən düşünürəm ki, insan düşüncəsi, insanın o qoyduğu fikir, formalaşdırmaq heç bir texnologiya əvəz edə bilməz. Yəni gələcək çox da AI deyil. Yenə də insan, AI də belə insan, məncə AI də belə bir memar idarə etməlidir ki, onu düzgün şəkildə yazsın. AI necə Süni olan şey necə? Mən də onu demək istəyirdim. Yəni sən ona öz həvəsini, o istiliyi, enerjini kağız üzərində eskiz formasında ilkin növbədə bir əllə çəkili
bir formaya gətirib, sonra onu biz kompüterdə proqram formasında yığırıq. Amma ilk növbədə bir memar mütləq sürətdə onu çəkməlidir, hiss etməlidir. Kağız və karandaşla bir bağ olmalıdır. AI-da isə yenə eyni qaydada bunu mükəmməl bilən bir memar lazımdır. Çünki orada nədir? Düzgün şəkildə yazmaq. Yazdığın zaman sənə düzgün formanı verir. Onu da Bu necə boşaltılır? Memar, yenə mütəxəssis, yenə işini bilən bir insan yazmalıdır. Çox sağ olun. Murad müəllim, suallar dəhşət çoxdur. Siz qeyd elədiniz ki, siniflar məktəb var. Orada həm özəl məktəb var, həm dövlət məktəbi var. Belə bir şey var ki, dövlət məktəbinin hal-hazırda yer problemi var. Bu mövcuddur belə bir problem, bunun həlli. Problem var olmalı, amma bunu bizim səhər-sağlamanın tələblərinə görə iki məktəb qeyd olunur. Bəli. Orada bizim bu yol infrastruktur layihəsinə görə kəsli yolla bağlı ərazidir. Amma biz göstəricilərin nədirsə, istər dövlət məktəbi olsun, istər özəl məktəbi olsun, heç birinin arasında yoxdur, təsir verir. Çox əla, çox sağ olun. Blokların dəqiq ölçülməsi şimdi keyfiyyətə necə təsir edir? Söhbət gelir AAK blokların dəqiq ölçülməsi sualını sıkıyordur. Sonra hölgü bloklarını. Bəli, hölgü blokları. Yani şimdi hölgü bloklarında biz ne başlayır hölgü zamanı? Hölgünün eğri olması, tamam. Dəstəklənməsi bir-birlərini, yəni kesməsi, subaq prosesinin əlavə xərclərə səbəb olması. Yəni bu prosesdə bizim Qobusson məhsulundan danışacağım. Yəni dəqiq ölçülü hammar materialların təklif olunması əslində hölgü prosesində ciddi şəkildə həm qiymət olaraq, həm də işin keyfiyyəti olaraq ciddi şəkildə inşaatçıları, fikirli edənləri qadağıya salmış olur. Dolar yolları qiymət aşağı düşür. Yəni, uzun müddətli baxımda gələnəlik perspektivi ölçüsüz. Biz burada danışdıq ki, həyat keyfiyyətinin artması üçün mənzillər daha təmirli keyfiyyətli. Hal-hazırda əmlakçılar təhvil verildiyi zaman şərti müqavilədə göstərilir 100 kvadrat metri, ölçdüyümüz zaman olur 85 kvadrat metri. Bu çöldən çölə, içdən içə. Və bu təbii olaraq istehlakçılar tərəfindən, ev alanlar tərəfindən narazılıqla qarşılanır. Dövlət bu sahədə son müştərini necə tənzimləməlidir? Ümumiyyətlə, burada necə olmalıdır? Niyə görə müqavilədə göstərilən ölçü ilə Kupçada çıxarışda göstərilən ölçü üst-üstə düşür? Onun öncə daha yaxşı göndərməsə yaxşı olar. Yəni, birliyin qanunvericiliklə çıxarış aldıqda, bəli, orada eyvan sahələri nəzərdə tutulmur, onlar çıxarılır. Amma içdən çölə məsələsi balaca ağır sahədir. Məncə onu yönləndirə tərcümə. Aynen. Çünki biznes tərcümə. Ümumiyyətlə, dünya təcrübəsi nədir? Bilsin niyə Pərviz müəllimə sual verilmir. Çünki orada Pərviz müəllim biznes tərəfdən baxır məsələyə. Burada bir son istehlakçı dövlət tərəfindən şey istəyir və yardım istəyir ki, orada necə, amma Pərviz müəllim fikirlər də çox maraqlı. Sahədə dünya təcrübəsində, qonşu Türkiyədə ev aldığımız zaman dik istədiyi, birləşən qəfəsləri hamısı hesablanır, ümumi yerin sahəsinin bölünür sahələrine və 3 kvadrat, 150 kvadrat qoyulur. Amma bizim dəyərli qanunvericilikdə işə götürürlər bu. Balkon istələri var, bunu nəyə gələcək ama sadəcə o lüksləri söylədir. Bunun da fərqli olmasının səbəbləri var. Demək çətindir. Amma bunun dövlət tərəfindən qazanmaq çıxarısı o formadır. Yəni biz gözümüzdə saçıqlı olan işə ölçüyə götürülür, balkonlu, onun da 50% hesabları üçündür. Hal-hazırda Azərbaycanlılara binalara qiymət səbəbiyle təmirsiz təqdim. Yəni, bina tikən düşünür ki, mən A mənzilini təmirsiz satsam, müştəriden şərti 3.000 manat alacağım bir kvadrat. Amma təmirli satsam 3.500. Siz fikir necə?
etmək lazımdır ki, binalar təmirli saxlasın və bu bina tikənə də, müştəriyə də sərfəli olsun. Məncə burada sir nədir? Necə etmək lazımdır? Necə? Məsələn, Kristin Abşeron necə edir ki, onun az qala təmirsiz bina qiymətləri ilə təmirlinin arasında böyük bir fərq yoxdur. Bizim təmir elədiyimiz kompleks olduğu üçün, yəni orada gerək 3.500 təmir edərlər. Mal material almışlar, kopdan edilmiş almışlar. Amma təmir, evini təmir edən, pərəşənli qiymətlər. İstər-istəmə orada qiymətlər təmir alırlar. Bu da onun hesaplamasına bu üçün değerli. Bəs siz niyə bu işe girirsiniz? Ümumiyyətlə, burada satışa kömək edir bu. Bu satışa qarışımı edir, həm əsas satışdan çox insanların rahatsızlığını çəkir. Burada mimarlarımız güzel verir. Evlərin və evlərin seçimində belə bugünkü konfliktlər minimalizm, açıq rənglər, təbiirə, materialların istifadə olunması. Amma bu evlər müxtəlif insanlar var ki, plastikdən istəyir, bizim təmin edəmiz edər, ola bilər ki, dəyərləməsin. İnsanlar var ki, müasir usul evlərdə, yox məsələsidir. Amma bu qiymət məsələsidir, bizim evlərin təminində müasir, bugünkü hələtlərimiz uyğun. Qiymət dəyərimiz də dediyimiz gibi. Məsələn, biz müşteri şirkətində deli bir var, şirkətində sağlaşır, bir də var, bir müşteri. Yəni, kütləvi alışlardan daha alış, qiymət dəyəri var. Hatta bir müşteri, atalar böyle bir şey var. Evləri ölçü təmin edilən, özün danışmaq, o əsəblərə təsir edir, belə. Bir adam var ki, çok tabi evliliğini öteceğine kadar təmin edilən, onun başı Nasıl xəstəlik tapır insanlar. O qədər çətindir bu dəqiqə, stolarla işləmək, təmirlə işləmək, meyvəçilərlə işləmək. Ona görə çaşqın təsir edir. Ağlı insanlar bu zaman vaxt quruna dəyərləndirir. Ben gelip özüm material çekmeliyim, özüm danışmalıyım, ustanın üstünde durmalıyım, ölçüler özüm getirmeliyim, ağladıklarında. Ama halde gelişleri təmin edilir, aşağı takım təmin edilir. Bu bakımdan Allah. Çok da bir şey demiştim. Aslına bakarsanız tabii mimarlık burada. Yani onlar için hani renk seçimi, dokusu ya da bir müşteri diyelim ya da ev sahibi kendi kafasından geçirmiş olduğu dizaynı onlar bize sunuyorlar diyelim daha doğrusu. Ben buradan bir şey öğrendiysem White Box, yani son yıllarda özellikle Azerbaycan'da White Box baktığım niyeyse bana daha mantıklı geliyor. Çünkü hem mimarlar var, yani White Box demiş olduğumuz bir sıra videolarımızda da olursa yani tamam, kafamızda atıyorum sokakta oturtak ya da herhangi bir şekilde yapılacak belli harcamalar yapıldıktan sonra ki bunlar kütlevi alım gerektiren, kütlevi güç gerektiren, kütlevi atıyorum bir dediğim ya ben kendilerine mesela atıyorum 2 metreküp bir gaz götürme ihtiyacım var. Yani onun için onu yukarı kaldırmak, indirmek, araç tekniği ya da usta tabirinde bir şey olduğu gibi belki de söylemiş olduğu gibi ondan sonra White Box'un altı bana daha mantıklı geliyor. Aslında düzgün değil. White Box attıktan sonra mimarlarımızın ve kafamızdaki düşüncelerle beraber organize edecek şekilde daha Hem White Box'u çok düzgün değil. Hem White Box o binanın konstruktif problemlerini de çoğramada görürüz. Ki daha aslında bir yana sorun vardı özellikle. Bizim inşaatta çok fazla vakit geçirdiğimizden dolayı diyoruz. Tamam, yani kolonun mesela taşıyıcı büyük var. Sizin taşıyıcı büyük sayesinde estetik olsun diye siz zarar veremezsiniz. Yani bu onun arkası. Yani kolonun başına demiş olduğunuz noktada ne olsun ki tamam kolon burada. Onu tercih etmemiz lazım. Ya da onun mimarlarımız aracılığıyla böyle bir mimari dizaynlarına getirmemiz lazım. Orada hiç bizim bilmesi yok bir kolondu. Herhangi bir şeyin ilave bir nasıl direnç kolonu gibi bir şey görüyoruz. Daha basit olduğunu biliyorlar. tamam. Biz yavaş yavaş panelimizin sonuna doğru yaxınlaşırıq. Mən hər birinizə çox sağ ol demək istəyirəm. Mən düşünürəm ki, biz birinci panellə ikinci panelə yaxşı bir estafet veririk. Çünki ikinci paneldə bizi çox maraqlı mövzular görüşür. Ondan da maraqlı bəlkə də üçüncü panelimiz var. Yəni panellərimizin hər üçü yetərincə kontentə uyğundur. Çox sağ olun ki, bir aktif iştirak edəbilirsiniz. Ben buyurun. Yani ben son değil, en azından biz məhsullarımız hakkında əlavə məlumat almaq istəyənlər stendimiz var, hörgü bloklarımız var, orada hörülmüş hazırdır. Ağırlık taşıması için testlerimiz de var.
Su da koymuşuz, içine daş da toplamışıq ki, su keçilisinde yoxlansın. Hər kəsi dəvət edirəm, fasilələrdə yaxınlaşsınlar, tanış olsunlar. Üstünə də memarlar, dizaynerlər və inşaat şirkətləri məlumat almalısınlar. Olduğu bunlar sağ olun. Çok sağ olun. Ümumiyyətlə düşünürəm ki, istənilən suallarınızı, istər spikerlərimizə çok rahat yaxınlaşa bilərsiniz və yaxud sualları yönləndirsəniz, hamısını ətraflı şəkildə tüm spikerlərin cavablandıracaqlar. İndi biz sözü aparıcı dostumuza veririk. Teşekkür ederim. Teşekkür ederim bütün moderatorlarımıza. Alkışlar zahmet olmasa. Şimdi ise moderatorlarımız, spikerlerimize paketler təqdim olunacak. Teşekkür ederim her bir moderatorumuza, spikerimize İlkin Manafov, mutfakçı şirkətinin təsisçisi iştirakınıza və moderatorlarınıza görə teşekkür ederim size. Alkışlar zahmet olmasa. Spikerimiz Bahadır Akan, Spark Məhdud Məsuliyyətli Cəmiyyətinin Konversiya Direktoru. Panelimizə qatdığı dəyərli fikirlərinə görə onlara təşəkkür edirik. Sənan Orucu, Azmail Qrupun Grup Marketing rəhbəri. Dəyərli fikirlərinizə görə Sənan bəy, təşəkkür edirik sizə. Minnəttar. Meybullah Babayev, Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət, Dövlət Agentliyinin tikintinin təşkili və təhlükəsizliyi işlərdən nəzarət şöbəsinin müdürü. Təşəkkür edirik fikirləriniz üçün. Sənan Pərviz Vəliyev, Crystal Group of Companies Açıq Səhmdar Cəmiyyətinin təsisçi və müşahidə şurasının sədri. Təşəkkür edirik. Gülər Əmirahova, Flux Project Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru. Panelimizə qatdığı dəyərli fikirlərinə görə, bütün maddələrinə görə, müzakirələrə görə bütün moderatorlarımıza və spikerlərimizə təşəkkür edirik. Yeganə Abdullayeva, YKKO Memarlıq və Layihələndirmə Şirkətinin təsisçisi. Panelimizə qatdığı fikirlərinə görə təşəkkür edirik spikerimizə. İnşaatda yeni baxışlar, birinci panelimiz artıq sona çatdı. Təşəkkür edirik moderator və spikerlərimizə.